Bakının 32 kəndi rubrikasında bu dəfəki səfərimiz Abşeronda mehlərin fəth etdiyi məkan hesab olunan Fatmay kəndinədir. Fatmay haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsanız sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Abşeron rayonunun inzibati ərazi vahidlərindən biri olan Fatmay kəndi şimal-qərbdən Goradil, qərbdən Novxanı, cənubdan Binəqədi, Digah və Məhəmmədi, şərqdən isə Pirşağı kəndi ilə qonşudur. Fatmay cəmaatının ta qədimlərdən Xəzərin sahilində böyük bağ sahələri olub. Fatmay toponiminin mənasına gəlincə, kəndin adının mənası ilə bağlı müxtəlif tezislər var. Amma onlardan ən məşhuru mehlərin fəth etdiyi yer anlamına gələn Fətmehi deyilişidir. Kəndin dəniz səviyyəsindən 54 metr yüksəklikdə yerləşməsi və burada əsən şiddətli xəzri və gilavar küləkləri bu tezisi xeyli qüvvətləndirir. Kənd ağsaqqalları fətih və meh kəlmələrinin birləşməsindən yaranmış Fətmehi sözünü yelçəkən ərazi, külək tutan məkan formasında izah edirlər. Bu, Fatmay kəndinin iqliminə də təsirsiz ötüşməyib. Digər bir tezisdə isə kəndin adının xanım Fatimə Zəhranın adından götürüldüyü bildirilir. Fatmay toponiminin necə formalaşması ilə bağlı fikirlərdən biri də 10-12-ci əsrlər aralığında yaxın şərqdə hakimiyyətdə olmuş Fatimilər dövlətinin adı ilə bağlıdır. Ehtimal olunur ki, indiki Fatmay kəndinin əsasını Fatimilər dövlətindən köçüb gəlmiş tayfalar qoyub. Bu tezislərin hər biri elmi araşdırmalar sayəsində kənd ağsaqqallarının fikirləri əsasında formalaşıb. Ona görə də sadalanan bu versiyalardan hansının düzgün olduğunu söyləmək olduqca çətindir. Fatmay kəndi iki gölün arasında yerləşir. Bunlardan biri kəndin aşağı hissəsində yerləşən Aşağı Şor gölü, digəri isə adı dillər əzbəri olan məşhur Qızılnohur gölüdür. Fatmay əhalisi hələ qədim zamanlardan bu göllərin duzundan istifadə edib. Hətta bu göllərdən əldə olunan duz digər ərazilərə də aparılırdı. Fatmay ərazisində ilkin məskunlaşma orta əsrlərə təsadüf edir. Tarixi mənbələrdə göstərilir ki, qədim dövrlərdə bu kənd İsəhər şəhərdə yaşayan əhalinin əkin yeri olub. Orta əsrlərdə İsəhər şəhərdə əkinə yararlı torpaqların olmaması Bakılıların Fatmayı və digər Abşeron kəndlərinə üz tutmasına səbəb olmuşdu. Daha sonra əkin üçün bura gəlmiş İsəhər şəhər əhalisinin bir hissəsi sonradan kənddə yaşayıb Fatmayının daimi sakinlərinə çevriliblər. Ağsaqqallar bildirir ki, kənddəki nəsillərdən Əlibeytlilər və Rəhmanlılar vaxtilə İsəhər şəhərdən köçüb gələnlərdir. Bundan başqa kənddə Şah Hüseynlilər, Poladlılar, Gübeylilər, Çolanlılar və digər nəsillər də yaşamaqdadır.